Bəlkə gələn səfər müğənniliyi eləyim, hə? Amma klip çəkilməyə gələndə Allaha and olsun, 1 manat pul vermirlər. Bax, mənə sevinç dedi, gəl klipimə çəkil. Dedim, 1000 manat. Şirinlik, nə olar ki? İstəmədilər. Sonra müğənni Səmra. Buradan deyirəm, baxın, hamısı bilin. Müğənni Səmra mənə dedi ki, gəl klipimə çəkil. TFB, qarşılıqlı çəkil. Neynirəm, mən çörək yemirəm, bir şey yemirəm. Mən hər dəfə qarşılıqlı çəkilmə, evə çörəyini hardan yiyim, hardan qazanım, hardan? Mənim işim çəkiliş etməkdir, modellik etməkdir. Mən necə pul qazanım? Sonra hələ dayan, gözlə, ən önəmlisi, Miri Yusif. Çox sevirəm sənətini, amma mən anoreksiya idim. Mənə dedilər ki, və Ceyhun mənə təklif elədi ki, Miri Yusif səni klipinə çəkmək istəyir. Dedim, nə yaxşı. Dedi, nə qədər? Dedi, 2 gün çəkiliş olacaq, təsəvvür 2 gün. Dedim, bəs anoreksiya müalicəmə pul lazımdır da. Mənə, yenə ona da dedim 1000 manat. Gördürlər 4-5 minə, 8 minə oxuyurlar yarım saatı. 1000 manat vermədilər mənə. Nəysə, baxın.